mövzumuzu xatırlatmaq istərdim. Telefon nömrəmiz 510-32-76, mövzumuz isə sərxoş sürücülər haqqındadır. Əməkdaşlarımız mənə telefon xəttində tamaşaçımızın olduğunu bildirdi. Alo. Alo, salam. Salam. Mən Kamran müəllim də salamlayıram. Kamran müəllimə sualımı verim. Kamran müəllim, bu pərdələrlə, plyonkalarla bağlı sizə sualımı verəcəm. Yan şüşələrə pərdələrin icazəsi varmı? Xeyr, ümumiyyətlə, mövcud qanunvericiliyə əsasən nəqliyyat vasitələrinin, yəni minik avtomobillərinin yalnız arxa şüşəsinə sənaye solu ilə hazırlanmış jalüzlərdən istifadə etmək olar. Arxa qapılarda nə pərdələrdən, nə də digər tündləşdirici vasitələrdən istifadə etmək olmaz. Yəni, bu qanunla qadağandır. Təşəkkür edirik. Son vaxtlar biraz ajotaj yarandı. Haradasa qanuna edilən əlavələrlə bağlı görürsünüz, bir çox sürücülər bunu düzgün başa düşmürlər. Haradasa indi mən də baxıram ki, şəhərimizdə istər tündləşdirici plonkalardan, istərsə də pərdələrdən istifadə edən sürücülər aşkarlanır. Amma qeyd edeyim ki, bu cür nəqliyyat vasitələri də demək, idarə etmədən kənarlaşdırılırlar. Ona görə də sürücülər yəni diqqətli olsunlar, haradasa bir verilən düzgün olmayan informasiyaya uymasınlar. Odur, efirə də çıxdı.